Bəşəriyyətin faşizm üzərində qələbəsinin qazanılmasında Azərbaycanın və onun igid övladlarının rolu böyükdür. Xalqımızın belə rəşadətli oğullarından biri də Azərbaycanlılar arasında ilk Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovdur. Onun haqqında hazırladığımız sujetimizdə həm də biləcəksiniz ki, SSR-nin dağılması prosesləri bu qəhrəmanın şərəfinə iki yerdə onun şücaət göstərdiyi Rusiyanın Nijni Novgorod şəhərində və doğma yurdu Gəncədə möhtəşəm abidələrinin uzaldılması planlarını necə pozub? Şanlı qələbəmiz, əziz və kədər. İsrafil Məmmədov Azərbaycanın ilk Sovet İttifaqı qəhrəmanıdır. 22 yaşında cəbhədəki ilk döyüşdəcə 73 nəfər faşisti məhv etdiyindən o bu ada layiq görülür. Qələbəyəcən cəbhədən cəbhəyə atılan İsrafil Məmmədov dəfələrlə yaralanıb və bu yaraların təsirindən müharibədən bir il sonra vəfat edir. İsrafil Məmmədov Gəncənin qədim Sərdar bağında dəfn olunur. Onun məzarı üzərində bu xatirə abidəsi ucaldılıb. Şanlı qələbəmiz. Amma sən demə, keçən əsrin 80-ci illərində ilk qəhrəmanımızın şücaətini əks etdirən daha möhtəşəm abidənin qoyulması planları mövcud olub. Belə ki, xalqımızın adını uca edən İsrafil Məmmədovun cəbhədə atıldığı ilk döyüşdəcə misilsiz şücaət göstərdiyi məkanda, Rusiyanın Novgorod şəhərində və qəhrəmanın doğma yurdu Gəncədə eyni ölçülü və formalı iki abidənin ucaldılması nəzərdə tutulubmuş. Əsərin müəllifi o zaman gənc və perspektivli Lenin Komsomolu mükafatı laureatı, hazırda 75 yaşlı tanınmış heykəltaraş Şərif Şərifov qeyd edir ki, o vaxt layihənin əsas mərhələləri, modelin hazırlanması və gipsdən tökmə işi tam yerinə yetirilib. Heykəlin hündürlüyü 11 metr olub. Ulu Öndər Heydər Əliyevin birbaşa himayəsi ilə abidənin qoyulması barədə Rusiya və Azərbaycanın müvafiq qurumları arasında razılıq sənədləri də imzalanıb. Amma Sovet İttifaqında Mikhail Qarbaçovun hakimiyyətə gəlməsi ilə xalqlar arası ədavətə geniş meydan verilməsi və xüsusən Azərbaycan və Heydər Əliyevin adı ilə bağlı bir çox faydalı işlərin qəsdən tormozlanması, ölkənin əsaslarının sarsılması və onun dağılma proseslərinin başlanması bu layihənin də gerçəkləşdirilməsini yarımçıq qoyub. Müəllif bu qəhrəmanlıq abidəsinin ideyasının vətənsevərlik keyfiyyətlərinin aşılanmasına yönəldiyini bildirərək, bu məsələnin düşmən işğalı altındakı torpaqlarımızın azad edilməsi arzusu ilə alışıb yanan gənclərimiz üçün bu günümüzdə də aktual olmasına diqqət çəkdi. Qəhrəmanlıq göstərən mövzular bizim gənc nəslin böyüməsində, elə özümüz də baxıb toxtaqlıq alırıq ki, bu şəhərdə İsrafil Məmmədov. Xalqın qəhrəmanlıq ruhu artır. Sənətkar həmçinin əsəri işləyərkən İsrafilin oxşarını da tapıb və onun obrazından istifadə edib. Bu, İsrafilin bacısının nəvəsi, vaxtilə Space-də çalışmış operator Rövşən Əmrəslanoğludur. Bir gün gördüm ki, mənim yanımda bir İsrafil Məmmədov gəlir. Sən kimsən? Rövşən adlı operator. Sən biri oxşuyursan ona. Qohumlar da, bütün yaxın adamlar həmişə məni İsrafil Məmmədova oxşadırlar. Görünür elə bu baxımdan da bütün sənətkarlar, yaradıcı insanlar həmişə bu obrazı məndə axtarıb tapdılar. Biz də ilk dəfə Sovet İttifaqı qəhrəmanı adı almış bu igid Azərbaycanlının 30-35 il bundan qabaq hazırlanan heykəlinin böyük miqyasda ucaldılaraq vətən torpağının bütövlüyü simvoluna çevriləcəyinə ümid edirik. Zakir Muradov, Nazim Quliyev, Gəncə, Space.